Xəstələr arasında ciddiyə alınmayan göstəricilərdən biri də xəstələrin, bizim insanların istifadə elədiyi geyim tərzidir. Bu geyim tərzi, xüsusən ayaqqabı istifadəsi, düzgün seçilməyən ayaqqabı bizim ayağımızda deformasiya, barmağın əyilməsinə səbəb ola bilər və biz daha çox bunu müşahidə edirik. Xüsusən gənc və orta yaşlı xanımlarda, uzun müddət ofis işində işləyən xanımlarda, ön tərəfi dar ayaqqabı, uzun müddət klassik ayaqqabı geyməklə əlaqədar, xüsusən diş tabanlı ayaqqabı geyməklə əlaqədar barmaqda əyilmə, hallux valgus xəstəliyi, deformasiya yarana bilər. Və xəstələr düzgün seçim olmayan ayaqqabıdan istifadə etdikləri zaman, xüsusən biraz əvvəl qeyd etdiyim ön tərəfi dar klassik ayaqqabı və dik tabanlı ayaqqabı birinci barmağa xüsusən yüklənməni artırır və bu xəstələrdə cərrahi müalicə tələb edən, hətta hallux valgus xəstəliyinə gətirib çıxara bilər. Amma biz ayaqqabı tərzimizə diqqət eləməklə ayaqqabı seçimimizi düzgün eləsək və digər faktorlara əməl eləsək, bu problem yaşanmaz və cərrahi əməliyyata ehtiyac qalmaz.